Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım. Novruz bayram münasibəti ilə səmimi qəlbdən Azərbaycan xalqımı, Türk dünyamızı və Türk dünyasının yanında olan xalqların, millətlərin, dost qardaşca olanların Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım. Sizin bayramınızı təbrik etməyim gec də olsa məni üzürlü sayın, müəyyən səbəblərdən gec oldu. Əziz və dəyərli insanlar, bildiyiniz kimi Novruz bayramı dünyanın ən qədim xalqları olan Türk millətinə aiddir. Novruz bayramının gəlişi, mənası insan elementlərinə, yəni torpaq elementlərinə, 6 elementə yaxın insan bağlılığı var. Əziz və dəyərli xalqım, bahar bayramı torpağın dirilişi, canlıların dirilişi, təbiətin gözəlliyi, bəşəriyyətin, kainatın öz axarı ilə getməsi, planetlərin yer dəyişməsinin tam zamanıdır. Bahar bayramı bildiyiniz kimi qədim Türk xalqlarından geniş əhatə edib, az xalqlı millətlərə də gedib çıxıbdır. Və Türk millətinin yanında olan xalqlarım, Türklər həmin xalqlara sahib çıxdığı üçün Türklərin bayramından özlərinə dost və qardaşcasına öz soylarında milli bayram kimi qəbul edib və genişləndirmişlər. Çox təəssüflər olsun ki, Türklərin tarixi torpaqları pəramparça olduğu üçün yad ellərin və Türk dünyasının düşmənləri torpaqlarımızı, yeraltı, yerüstü resurslarımızı, İpək yollarımızı, tarixi torpaqlarımızı əlimizdən aldığı üçün milli dəyərlərimizin azalması, milli bayramlarımızın əlimizdən çıxıb, Qərbin siyasəti, qeyri-millətlərin siyasəti nəticəsində Türk dünyasının bayramı, qeyri-millətlərin bayramı yazılmışdı. Rusiyanın ərazi bütövlüyü, Şərqi Türkistan, Uyğuristan ərazisi,